Ahmet, toxunacağımız məqamlar Argentina millisi maksimum nəticə ilə növbəti mərhələyə vəsiqə qazandı. Messi'nin öz damğasını vurdu. Əslində ehtiyatdan oyuna qoşuldu, sonra yarım saat qalmış, amma o müddət də belə bəs. Hətta Argentina özü belə meydanda sanki 90 dəqiqənin bitməsini arzulayırdı. O ötürmələr, çox saylı ötürmələr, geriyə ötürmələr. Amma bu proseslərin içində belə yenə hansısa bir nöqtəni tapıb cərimə zərbəsindən fərqlənməyi bacardı. Amma bunun fonunda onun əzəli və əbədi rəqibi Ronaldo yenə sanki bir qədər kölgədə qaldı. Düzdür, Özbəkistanla oyunda dubl etməklə mən hələ də varam mesajını yollamışdı. Ümumiyyətlə, Portuqaliya millisindən gözləntilər çox idi. Çempionluğa da əsas namizədlərdən hesab olunur. Amma bilmirəm, bəzən belə olur ki, qrup mərhələsində göz oxşamırsan, təhlükə saçırsan, amma qrup mərhələsindən sonra tam fərqli futbol nümayiş etdirirsən. Ola bilər ki, Portuqaliyada qrup mərhələsindən sonra o özü ilə bağlı proqnozları doğrultusunda, amma qrup mərhələsində gözlənilən o effekti ala bilmədi. Son oyunda da Ekvador çox yaxşı futbol oynadı. Deyərdim ki, qələbəyə layiq tərəf idi. Bir şanssızlıqla bərabərlik qeydə alındı. Bundan sonraki periodda və ən çox bir də nə müzakirə olundu? Ronaldo ilə Messi ilə bağlı bir müzakirəni qəbul etmir, hə? Ahmet. Bildirirlər ki, Messi istedaddır, Ronaldo əzmkarlığın tərənnümüdür, məşqlərin nəticəsi, bəhrəsidir. Bəli, bu hissəylə razıyam ki, həqiqətən Messi o tüşlərin sözləməsi doğuşdan gələn bir istedaddır. Ronaldo məşqlərin nəticəsi hiss olunur. Amma bu istedad o demək deyil. Yəni Messi məşqə çıxmır, məşq eləmir. Ümumiyyətlə qida rejiminə, yuxu rejiminə, nə bilim, idman tərəfinə əməl eləmir. Elə oturub evdə yatır, oyundan oyuna gəlib çıxır meydana, qollarını vurur. Yəni bu belə deyil də. Yəni bu nə qədər peşəkar olmalısan ki, sən 39 yaşa qədər, 40 yaşa qədər. Bu mənim qovulma səbəbimdir. Aha. Bu söhbət yadıma o gəldi həmən. Deməli, xarici qrupların birində Nicat, nəysə məşq edirik, adi məşqlərdir. Məşqçi deyir ki, bəs siz hər şeyi bilirsiniz. Siz hər şeyi bilirsiniz futbolçulara. Nəysə, oyunların birində standart vəziyyət oldu. Oyunçum məndən çox uzaqdaydı. Mən başqa oyunçunla eşləşmişdim, türklər demişkən. Həmən nəsə top gəldi, Ozonyaya düşdü. Top gəldi, Ozonyaya düşdü. Və oyuncu zərbə vurdu. Oyundan sonra oyun bitdi. Nəm 2 gün sonra təzədən indi oyunun analizidir. Məşqçi mənə göstərir, deyir ki, bəs sən niyə tutmursan da oyunçunu? Mən də dedim ki, biz ha vaxt işləmişik ki, standart vəziyyətləri də. Yəni siz deyirsiniz ki, siz hər şeyi bilirsiniz, siz hər şeyi bilirsiniz. Yəni onsuz da biz hər şeyi bilirik də, mən də özüm nə bilirəm, onu elədim. Üstündən 2 gün sonra mənə komandadan göndərdilər. İndi məsələ nədir? İndi bu dediyin o yadıma düşdü. Bir sən Messi'yə nəsə öyrətmək olar, belə baxsan. Düzdür? Artıq yəni belə futbolun Allahıdır da adam. Bu o demək deyir ki, bu adam məşq eləmir, bu adam nə bilim, düz deyək, ola bilər ki, məsəl üçün onun o güzəşt kreditləri məşq tonusu fərqlidir, yaş fərqlidir, onsuz da bütün gün meydanda gəzir. Messi'yə qaçmaq lazım deyil ki, bir pasla, bir zərbə ilə oyunu həll eləyir. Yəni söhbət ondan gedir ki, indi sən deyirsən, həqiqətən də ona görə mən həmişə Ronaldo'nun belə deyək də tərəfini saxlamışam. Əlbəttə ki, Messi Ronaldo'dan yaxşı futbolçudur. Ümumiyyətlə, məncə dünyanın gəlmiş keçmiş ən güclü futbolçusudur Messi. Amma Ronaldo insanlar üçün, gənclər üçün bir ilham mənbəyidir. Nümunədir. Razıyam. Yəni bu Ronaldo'dan ilhamlanaraq futbolçu olan şəxslər daha çoxdur, nəinki Messi'dən.